30 ildə 2 dəfə Azərbaycana gəlmisiniz. 12 il bundan qabaq və bu il. Və mən sizə təşəkkür edirəm ki, Azərbaycan dilini unutmamısınız. Azərbaycanca təmiz danışırsınız, düzdür, düşünürsünüz. Ola bilər ki, belə deyə ingiliscə düşünüb Azərbaycanca onu tərcümə edib fikirlərinizi söylüyorsunuz, amma bütün hallarda təşəkkür edirəm ki, Azərbaycanca 30 il xaricdə yaşamağınıza rəğmən Azərbaycanca təmiz danışırsınız, unutmamısınız bizim dilimizi. Bir çoxları gedir, bir il xaricdə yaşayır, gəlir Azərbaycana, nəinki dilimizi, hər şeyi unuturlar. Çox sağ olun. Mən evdə biz Azərbaycanca danışırıq yoldaşımla. Uşaqlarla da Azərbaycanca danışırıq. Amma nəvələrim bunlar artıq anlıyorlar, amma İngiliscə cavab verirlər bizə. Problem odur. İnşallah onlar da zamanla Azərbaycan dilimizi öyrənəcəklər. Ən azından siz necə o məsuliyyəti daşıyıb övladlarınızda Azərbaycan dilini saxlamağı bacarmısınız. Sizin övladlarınız da öz övladlarında o Azərbaycanımızın gözəl dilini qoruyub saxlamağı bacaracaqlar. Ən azından Azərbaycana gələndə öz dilimizdə danışacaqlar. Mən sizə təşəkkür edirəm. Çox sağ olun. Mən də sizə